Süper. Sağ ol. Şu. Devam edirəm. Nəysə, mən nə etdim orada? 2 dənə klass yaratdım, davam edirəm. Transaction bir də merchant. Merchantın içində 4 dənə field vermişəm. Okay. Merchant ödü. Bunları bu fieldləri götürün zəhmət olmaz transaction içində atın da. Klasslar qarışıb. Aha. Transaction üçün bu 4 dənə fieldə atın. Transaction klassın içində. Hə, ya o birisindən sizin klasslar qarışdı. Yes. Aha, 4 də transaction içindədir. Atandan sonra bir dənə düşürsünüz aşağı, Məhəmməd. Bir dənə full konstruktor yaradaq bir yerdə. Hə. Все. Bir dənə nə yaradırsınız? Baxın, əllə yaradıram. Konstruktor. Konstruktor. Amma siz belə edə bilərsiniz. Birbaşa yes. Generate eləyin konstruktorlara. Hamısından ibarət bir dənə konstruktor yaradın full. Okay. Yaratdınız mı? Yaratdınız. Bir dənə də konstruktordan sonra düşün aşağı getir yaradın. Все. O qədər. Hazırdır? Все. Getir. Hə, təkcə getir. Setterlər lazım deyil. Yaratdınız. Все. Bir dənə də gəlirsiniz merchant-a. Tipinə nə verək, string verək, okay. Bir dənə merchant-ın ID-si var, bir də merchant-ın adı var. Merchant kimdir? Mağaza sahibinin birbaşa öz datasıdır. Mənim dükanım varsa, mən həmin dükanın əyiyəm, merchant-ıyam, sahibiyəm. Okay. ID name yaradandan sonra eyni məntiq bura verirsiniz. Bütün konstruktorları yaradırsınız. Bir dənə də getir yaradırsınız. Okay. Getir yaratdınız. Bunlar hamısı hazırdır. 2 dənə cəmi field var. Konstruktor, bir də getlər. Hazırdırsa, məncə hazırdır. Bir davam edəcəm. Gəlirəm ucu lambda streamlərin izahına ki, bu lambda streamlər bizə tam olaraq nə işə yarayır. Bunları hazır edəndən sonra ucu bunların başını bıraxa bilərsiniz. Hazırdır. Niyə təsir gedir yaratdıq? Seti çünki biz konstruktorda veririk. Burada set edirik. Konstruktorun içində set eləyəcəyik. Get zaten var. Yəni setter normalda data verir axı. Datanın birbaşa indi konstruktorun içində verəcək. Okay. Bunlar hazırdır. Bunların hamısını söndürünə ehtiyacınız yoxdur. Gəlirsiniz, bir də main class yaradırsınız. İndi birazdan biz onları işləyəcəyik. Bu 2 dənə class istifadə edirik hal-hazırda. Main class yaradın. Əsas kodlar bunun içində olacaq. Sən niyə yazmırsan ki? Geride kaldım. Yox, gözləyək də, problem deyil. Sən harada qaldın ki? Ben orada kaldım. Bir anda bir şey demedim. Konstruktif yardımda. Aha, okey. Notion'da işte orasın bak. Necə istəyirsən? Okey. İndi mainə gəlirsiniz. Bir dənə PS frame yaradırsınız. Sonra bir oldu. Bunlar yarattım. İstersen yapalım. Ses bitmezsen olsun. Mesela diyorum. Geri. Konstruktör. Map. Kontrola. Geyler. Sonra buradan üstüne şu. Yeni ses beksin. Yeni böyle getiriyorsun. Böyle işte. Böyle çok arada Doğru. Bu yoksa bunun şahsına var. Onu gösteriyor. Aşağısı. Böyle bunu.
Yapabilirsin. Aha, burası. Ben şeyde bas. Tamam, burada düşün. Yine bunu bir ikisini seçeceksin. Bu kalbalım o. Ben burada seçtim. Geri geldiğine geri bastım. Okey'e. Su. Aha. Üzerinden de şey yaptım. Özellikle mevcuda düzelmedim. Все, tamam elə. Əla. Baxın, bir də main class yaratdıq. Okay. Main classın içində bir dənə PSV-yə atdıq. Kodları bunun içində oynayacağıq burada. Okay mi? Ne yarattık ama Və Notion-dan bu kod blokunu götürün. Bax, bu kod blokunu əzbər yazmaq üçün götürərsiniz. Mən indi göstərəcəm. Bax, Main class'ımız ne olur? Main class kısım. yes. Bir dənə main klassı, main. Test main yarattınız siz main class'ı. Yes. Tamam. Bir dənə də içində Məhəmməd PSVM. P. PSVM versəz kifayət. Все. Okay. Yo, onun streamə xüsusi adi say new array list streamə aid. Tam streamə. Ümid list harda görünsə stream içində işlənir. Gəlirik bura. Arrays nöqtə. Hətta lap sadə tuturam bax. List nəyin tipini yaradırıq? Transaction düzdür. Tipim nədir içəridə olan transaction. Transaction. Burada yazıram. List. List bərabərdir. Arrays. Okay. Nöqtə as list. As list. Enter. Şö. Bir dənə bunun içinə listimi atıram. Vergi nömrə. işte kopyalamıştık. Hə. Siz də kopyalayın onu Notion-dan götürün atın ora. Okay. Elə bir ki belə bir şey idi. Belə idi. Belə idi. Mən bu araya bu mötərizələrin arasına götürdüm, atdım nəyi? Listi. Şö. List nokta adın yerinden. Yes, birbaşa burada konstruktorda oturursan. List ədəbi ki encapsulation setdir də, setidir. Yazıb bitirir. Hazır obyektin özünün list adından obyekt kimi yaratmak olur. Yoksa list add new yaratmak olur. Yoksa as list'den yaratmak olur. Necə? Obyektler mesela 3 tane obyekt yaratmıyor. O da as list'den yaratmak. Yoksa manuel olarak. Manual yaradılmışdı. 3 dənə variant yaradılmışsın. Ya as list, ya new array verib içindən bir dənə bəzəli mötərizə aç, vergül obyektləri doldur. Ya da sadə obyekt yarat, ədlə doldur. Hazırdır? Səhkan, sizdən necə gedir vəziyyət? Bir dənə aktiv olaq hamımız. Çünki mən əvvəlki metodika ilə baxaram, geri qalmışam. Ha? Sizdə Notion açıqdır, Məhəmməd? Evet. Notion-un baş kopyalayın daha sürətli olsun, bu hissəsini. O yüzden Ha, bu hissəni Notion-dan götürün, kopyastayın atın ora. Mən davam edirəm. İndi gəldim bura. Əsas mövzumuzun hissəsinə gəldik, çatdıq. Mövzumuz nədir bugün? Streamlər. Çatdırır Can xanım? Çatdırır. Çatdırmazsa 10 saniyə gözləyir. Yok, sana söylüyorum. Ha, okey. Tamam, okey. Bunlar stream dərsidir. Bax, gəldim indi streamlərə. Stream nədir? List nə demək ümumiyyətcə? Bax, içində list o demək ki, içində birdən daha çox olan dataları saxlayır. Okey, 1, 2, 3 və s. və s. Mən düşürəm aşağı. Listi nə edəcəm burada? Baxın, streamə verəcəm. Və burada mənim məqsədim nə olacaq? Amount 50-dən böyük, 100-dən böyük olan dəyərləri prosta götürmək. Okey. İndi gələrəm bura. Yazıram list. Okey, list. Nöqtə. Stream görüş gəlir. Stream. Bugünkü dərsimiz bu streamdir. Sən soruşmuşdun o nədir? Bu metoddur bax, stream. Okey. Stream içinə girdim. Niyə buna API deyirik? Çünki içinə girin. Bu bir API-dir. İstifadə olunur prosta. Okey. Ona görə də ona da API. Gəldim bura stream. Düşdüm aşağı. Connection sequence'inde. Hə. Düşürsüz aşağı. Okey. Bir dənə nöqtə filtr verəndə filtr adı üstü nə deməkdir filtr? Yəni mənim datalarımı filtrdən keçir. İstədiyim filtr, məsələn, deyə bilərəm 100-dən böyük olanları gətir, nə bilim adı ayla başlayanları gətir. Filtrasiya edirəm də. Mən deyirəm ki, filtr. Okey. Və indi gəldim nəyə? Lambda streamlərə. Və indi biz lambda
strimləri keçirik. Düşdüm bura. Biz bu günə qədər necə eləyirdik? Baxın məsələn. Transaction deyən. Biz bu günə qədər belə yazırdıq. Transaction. Belə yazırıq. Düzdür. Sonra təzən transaction nöqtə verib onun için görə bilirdik də. Amma indi buna ehtiyac yoxdur. İndi biz sadə üsulla necə edirik? List nöqtə string. Okay. İndi biz onun yerinə istifadə edirik. Filtr. Filtr verdim. İndi bayaq demişdim, obyekt yaratmağın yerinə istifadə edir. Bir də o boyda obyekt yaratmışıq bayaq. Transaction bərabər new transaction. İndi onun yerinə bir dənə belə yazıram. İstədiyimiz hərf seçə bilərik. Nə hərf seçim məsələn? A hərfi olsun. Ya da X olsun. X. X nöqtə verəndə görün nəyi görürəm? Get. Gördünüz? Transaction içində hansı filtrlər var idi? Baxın. Nə var burada? ID, amount, status, merchant ID. İndi baxın. Heç eləmədim. Bir dənə X nöqtə verəndə get eləyəndə baxın ID, merchant ID, status, amount gördünüz. Elə bir obyekti yaratmış oldum. Bir dənə bu X nöqtə o deməkdir ki, sən yeni bir obyekt yaratdın. Bu boyda kodu bu boyaya indirdik, bu boyaya indirdik. Okay. For each məntiqində bu altda X adında o özü filtr var, bu string var. O string for each məntiqidir. Loopluyur üçün gəlib axtarır. String nə deməkdir? String o demək ki, bu karandaşlar var burada. String budur. Girir hamısının içine eşəyi baxır bir. String elə yəni, deyir eşələ. String mənası bərabər nəyə? Eşələmək, axtarmaq mənası odur. Yəni mən dedim ki, listin için get eşələ. Hansılar ki, get amount'u böyüdürsə 100-dən, okey. Onları neynə? To list. Onları listə çevir, mənə gətir. Aydın oldu. İndi bax sadə izah edeyim. Dedim listi götür. Gir listin içine eşələ. Bu sual verir. Eşəliyim nəyə əsasən? Deyirəm get eşələ bax ki, hansı ki amountlar 100-dən böyükdür. Filtr edə. 100-dən böyükləri neynə? To list. İngilis nədir? To listə çevir. Hə. Hansı ki neynə? To listə çevir. Ki mesela normalde standartta obyekt yaranırdı, sonra for each yaranırdı. For each'in altında if buyurdu, bu sistemdə bir şey. 3 dənə sətr hamısını edir. Bir dənə də bu geriyə nə qaytarır? Bura baxırıq. Geriyə nə qaytarır? List, baxın, list transaction, düzdür? Bunu görürsünüz, list transaction qaytarır. Gəlin bura əllə yazıram ki, list transaction. Burada yazıram ki, filtered. Yəni, filtre olmuşlar. Düzdürmü? Bir dənə düşürsünüz aşağı. Düşdüm aşağı. Sistem out'un içində həmin filtrləri çağırıram. İndi ekrana nə çıxacaq? Bir dənə konkret cavab deyim. Səid Kənan Zeynal Məhəmməd konkret cavab gözləyirəm sizdən. Mən bunu ekrana verəndə nə çıxacaq bu dəqiqə? İki tanesi çıxacaq. Hansılar? Yox. 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 Deyirəm X amount böyüdür 100-dən böyüklər. Siz listi verirsiniz, sistem altı verəndə necə yəni T2, T3 çıxa bilər? Listəsinin nəfəsə belə qaldı. Murat, nətərsin? Sağ ol, şükür, yaxşam. Hə. Biz nə edirik burada? Bax, yoldaşlar biri var T2, T3, elə adam var T1, T2 dedi. Run eləyəndə bu sadə məntiqidir, yadınızda hash kodlar. Axı siz listi birbaşa sistem altının içinə verəməzsiniz, o bu listi. Sistem altı verəndə bir dənə şey vermişəm. Sistem altı deyir ki, mənə 100 dənə şey göndərmişəm, mən nə bilim sən nə istəyirsən, ona görə o atır hash kodlarını. Yəni sistem altı o məntiqə işə yarayır ki, sadə bir şeyi ekrana çıxardırım. Amma siz listi nə vaxt ki, sistem altı açsaz, həmişə sizə hash kod verəcək. Müsahibədə verilə bilən sualdır, çox sadə. Amma məsələn, o qədər professional danışırlar ki, deyir, məsələn, okey, bunu collection saldım, sadə ekrana çıxır. Deyirsən ki, məsələn, T1, T2, deyirsən, halbuki ciddən o da ekrana çıxır hash kod. Hash kod əslində ciddən də hash kodun mənası T1, T2-dir. Amma səndən konkret data istəyir, nə çıxacaq ekrana. Sən deyəndə hash kod deyəcək niyə? Çünki deyirsən ki, yaddaşı gətirir mənə. Yenə. Yox, bu hazır for each eləmir. Bu for each məntiqini arxada işlədir, girib bu datanı yığmaq üçün. Amma for each print eləmir. Onu biraz... Yes.
Onu birazdan göstərəcəm əslində o hansı hissədə yerdir. Bilirəm, burada elə bir şey olmalıdır. Bizə saniyə gözlə. Nöqtə. Turistin indi özünü başa düşürdüm. Çünki turist gələndə ücret elə bir kağıdı. Və məsələn, başa düşdüm. Ha, bunun özünü. Ha. Görün bu nə Özü istəyir. ben özü bulmuştum. Yoktan polis gelmiş gibi yaptın. Bu belə olmalıdır. Görmeli işte. Yes. Bunun prosta biz burada nə istəyir bizdən? Baxaram, onu birazdan baxarıq. Hələ bunu bir izah edeyim, beynimizi qarışdırmayaq. Görürsün, geriyə dəyər qaytarır ona görə. Baxın, filtr verdim bura. Burada mənasını başa düşdünüz ki, hash kod qaytarmanın səbəbi özüdür, buna görədir. Mən burada filtr vermək yerinə, aydın məsələdir. Bir dənə belə versəydim, belə yazsaydım, bildiyim for each məntiqidir, simple. Onda mən run eləsəm, nə çıxacaq? Daha doğrusu burada yazaq, get, məsələn, nə gəlsin? Get amount gəlsin, da dəyərləri görək. Bunlar. Bunda hiç sıkıntı yok. Hə, Nokta forsanı sıkılmış. yəni düzəldər yəni. Məsələn, get verdim, 150, bir də 300 gəldi. Nəyə görə? Çünki 100-dən böyükləri istəmişəm. 150, bir də 300. 2-dən data. Hə? Hə, bu for each-ə görə. Okey, bu hissəsi tipdə. Buradan sual olan varmı? Bəlkə də gedir. Bir de listesine bu hafta. Bu hissəsinə? Bura, okey. Gəlin bax ora. Baxın, mən burada nə elədim? Dedim list, bu yuxarıdakı listi çağırdım. Stream, yəni get listin içini əşələ. Sonra verdim ki, filtrlə. Nəyə görə filtrləyim? Deyirəm ki, x, hansı ki x.get amount, hansı ki amount da bu da bu işlənir. Amountları böyük olanları 100-dən get gətir. Gətirim neyiniyim deyir. Deyirəm gətir yığ nəyin içinə, listin içinə. Gətir yığ listin içinə. Sonra da geriyə bir dənə dəyər qaytardım. Okey. List 1. Və sonra düşdüm o list 1-i elədim. For'un içində loop'a saldım. x.get amount. Aydındır. Tamam. Verdik bir rəqəmlər. Sonra listin içində list etmişəm. 100-dən böyük olanları gətirsin, saxlasın. Aha. String axtarıb tapdı o listin içindən. Aha. Sonra da formun içində də tutulmaz. Yes. İndi belə də versəm, rəqəmlər gətir. Niyə? Çünki burada x.get amount yazmışam. Amma burada get status da var. Status yazsam, 100-dən böyük olan ancaq statusları gətirəcək. Məsələn, bir dənə fail, bir dənə success gətirəcək. Baxın. Bir dənə fail, bir dənə success. İndi siz nə hansınız? Ya da eləyərsiniz get merchant ID. Onda da istədiyiniz datanı belirləyim də gətirirsiniz. Sizə əgər bugün bu data lazımsa, gedin bunu gətirin. Yox, başqası lazımsa, başqasını gətirin. Bunu da versəm, M1 gələcək. Okey. Yəni, siz oynayırsınız da datalarla. Bu hissəsi belə. Davam edirəm o birlərlə. Bir də bizdə ikinci hissənə var. Burada komparatordur. Komparatorda indi gəlin göstərim. Dataları götürürəm yazmaq üçün. İndi merchant istifadə edəcəm. List, merchants bərabərdir. Arrays.asList doldurdum. İndi siz də yazın. Sadə məntiq. Bunu istəyirəm sizdən yazasınız. Da bunu istəyirəm. Bunu yazılmaz. Okey. Siz onu yazana qədər mən başqa bir şeye baxacağım. Sayt yazılıyor. Sayt yazıb. Diğerine kaydedersin. Yine qayda versin. Okey, sayt. Desək bu koddur. Buradakı koddur var. Kod. Потом надо тестировать. Yok, bu şey değil. Burada list sistemi yazmışsınız. Balaca listi qoymanız sonra böyük listi yazmışsınız. Ne böyle? Balaca listi yazmışsınız. Balaca listi istəyirdi. Siz böyük yalan yazmışsınız. Ona görə. Burada import edirsiniz.
Okay. Məncə yazdınız. Tabii ki rengimizler var. Okay. Hə, baxa bilərəm. Çıxartın lap istəyirsiniz. Çıxartın, atın yerə, sonra taxarsınız. Okay. Burada bu. Bu deyək ki, hə, qırmızı lisinə görədir. Bunu silirəm. Mütərsə burada açıq, burada bir dənə bağlanıb ona görə. Bunu 2 eləsək. So, installation. Hə, bir də ki, bunu açırıq. Ne yazıyor? Şimdi üstüne bakıyorum, satıyorsun. Hə, açıram bunu. So. Ne oldu? Baktım bu sizde bu işareye koydu. Attı. Res nöqtə belə olmalıdır. List 2 də vermişsə, inat ona görə gətirmiş. List 2 verirəm. So. Nə deyir bu? Hə, bu boş şeydir. Baxım nə? So. Okay. Açıldı, bağlandı. Rəndəmdən açıb baxıram. Qutarım. Artıqlar da silək ki, beynimizi qarışdırmasın. Okay. So. Hə, şey yazdıq. İndi gəlirik biz nə edirik? Buradaydı biz. Bax, burada filter transactions over use AZN, yəni rəqəmə görə filtr edirdik. İndi ada görə filtr edəcəyik. Hansı ki, burada baxın, lambda stream istifadə olunur. Burada lambda stream. Və burada da komparator istifadə olunur. Adlara görə compare edir. Gəlirəm bura. Düşürəm merchant.sort. Okay. Bir dənə yazıram bura nə? M1. Bir də M2. Okay. Yazıram bura bu. M1 nöqtə nələri müqayisə edirik hal-hazırda? Adlara görə düzdür. M1.get name nöqtə compare to. Yəni deyirəm M1-dən gələn adla M2.get name-dəki adları get neyinə müqayisə elə. Müqayisə ilə gətir görək hansılar hansı sırayla gedir. Təbii ki, bu alfa A əlifbada birinci gəlirsə, axırıncıda axı. Alfa çıxacaq yuxarı, zara düşəcək aşağı. İndi düşürəm aşağı. Geriyə nə qaytarır? Void qaytarır. Heç nə bilmirəm. Bir dənə for system out merchant.get name. İndi bu mən run eləsəm, düzdür. Bu nə edəcək? M1, M2 vermişəm bax. M1 get name, M2 get name. Adları baxacaq, deyir əlifba sırasının adları düzəcək. İndi burada üçüncünü əlavə eləyək. Bu da nə olsun? Beta. Beta'nı da atıram ortaya. Belə. Zara, beta, alfa. İndi bu tamamilə tərsinə olmalıdır burada məntiq. Okay, yəni verə görürəm. Run edirəm. Ad sırasına baxın. M1, M1, M2. Bunu düzəltmək üçün nə edirik? Buraya yazırıq M2, burada M3, burada yazırıq. Qarışdırıram. Buraya M3, M2, M1. Ki bizi çaşdırsın da bu. M1, M2, M3. Okay, rəqəm sırası bizi qarışdırır ona görə. Mən burada get name eləyəndə avtomatik olaraq get vəbşi burada mən nə edirəm? Get ID. Dükan adları istəyirəm gəlsin. Run eləsəm, baxın. Alfa store, beta store, Zara market. Nəyə görə? Halbuki qarşılığı tamamilə fərqli idi. Amma mən burada nə etmişəm? Compare to istifadə etmişəm ki, get adlara görə müqayisə elə. Ona görə mən də belə gətirdi hal-hazırda. Aydındır? Okay. İndi buradan iki misal var. Burada deyirəm ki, lambda string using names. Bu da lambda stringdir, amma adlardan istifadə edərək yazdığımız lambda stringdir. Bunu da bağlayıram. Aydın olur burada. Kim sual varsa desin bir də. Hə, sortun içində M1, M2 belə yazmışsan gör. Ötərdən içində yazmışsan. Kimsə yaz. 19'da list 1 niyə oldu ki? 19'da list 1 niyə oldu ki? 19 nə? İşte liste oldu. Ha bunu Ona göre de.
Hə, rəqəm düz desəydi. Bax burada list bir dəfə yazmışamsa, bu list 1 olur da. Yəni nə istəsən verə bilərsən onu. İstəsənsə aux verə bilərik. Fərqi yoxdur. Burası kopirovka olmasın deyə icazə vermir. Çünki mən bura this yazsam, deyəcək ki, already used var. Deyir already defined in the scope. Hər fielddən bir dənə eyni ola bilər ad. Ona görə onun da adını dəyişdim. Okay. Tak. İndi gəlirəm bir dənə başqa məsələyə. Biri də var ki, check status using lambda string. İndi statusları yoxlayaraq lambda stringdən istifadə edəcəm. Statuslar var yuxarıda. Baxın bura gəlirəm. Bunu götürürəm, mənə bu lazımdır dəqiqə. Düşürəm aşağı. Okay, bunu açıram bir dənə. Mən bunları istifadə edəcəm indi hazırda. Amma lambda stringdən bunları istifadə edəcəm ki, statusları yoxlayım. Bu formatda. Bu formatda. Burada bir dənə fərqli olan nədir? All match istifadə edəcəyik. İndi düşürəm aşağı. Gəlirəm hara? List. Eyni məntiqlə. Collection adını verirsiniz list. Bunları bağlayıram. List. Nöqtə stream. Enter. Düşürəm aşağı. Bayaqdan filtr vermirdi. İndi filtr yox. İndi all match. All match nə deməkdir? Yəni yoxla gör sənin verdiyin credential'ın içəri data varmı? All match hamısı uyğundurmu? Deyirəm all match. Bu sənə geri ya true ya false qaytarır. All match'in mənası nə deməkdir? Mən içəri bir dənə data göndərəcəm. Deyəcəm gör bu bütün şeylərin içində var hamısında. Məsələn success göndərəcəm. Deyəcəm gör hamısını success'dirmi? İçin yoxla. Bir dənəsi fail olsa avtomatik geriyə false alacaq. Hamısı success'i true alacaq. Okay. Yazıram all match. Düşürəm bu standarta baxın. Lambda string məntiqlə. Okay. Yazıram bura nə? T. Məsələn hansı standart yoxlamağa çalışıram hazırda? Success. Deyirəm success 2 nöqtə equals t.get status. Okay, yazdım belə. İndi adi all match geriyə nə qaytarır baxıram. All match geriyə nə qaytarır? Boolean. Düzdür? Yazıram bura nə? Boolean result. Result klassik bir addır. Verdim. Düşürəm aşağı. Çapa verirəm. Görüm result nədir? Baxın mən yoxladım ki, listin içinə gir. Eşələ. Yoxla gör bütün statuslar içəridə success'dirmi? Listin içinə girir eşələyir. Success'dir, aha, okey. Success'dirmi? Yox. Avtomatik olaraq bir dənə soju ödənmədi. Deməli geriyə nə qaytarır? False. Yəni düz deyil. Girəm run edirəm. Baxın geriyə nə alacağam? False. False. Amma bir dənə bunu fail dəyişib success eləsəm, avtomatik true alacağam. Çünki ciddən də içəridə yoxladı. Bütün dəyərlərin hamısı success-ə bərabərdir. Okay. Yəni bunun üçüncü də bu stream göstərirəm sizə. 3 ya da 4. Burada anladınız tam olaraq ki, streamin mənası nə oldu, streamin logiki nə oldu, işləmə prinsipi. İçinə girib eşələsin. İçəri girəndən sonra burada başlayır. Ya all match var, ya filter var, ya hə. All match, ya filter, ya for each, ya set var, cürbəcür datalar var. Kimin orada sual var? Sual yoxdur. Aydındır tamam. İkincisi müqayisə edib, üçüncüdə də prosta bir şey yoxladı. Haran deyirsən? Yuxarıdakı ikincisi ancaq müqayisəsində deyil. İki müqayisə edik. 3-də içindəki dataları yoxladıq. 1-də də ki 0-dan böyük olanlar, 100-dən böyük olanları seçdik. Müqayisə eləməkdir. Sort yox, ardıcılan düzmək. Azdan çoxa. Harda? Burada. Run versə true gələcək ekrana. Bax, run. True gəlir. Nəyə görə? Deyir, anar yoxla gör içəridəki bütün statuslar success-ə bərabərdirmi? All match. Yəni hamısı success-dirmi? Amma bu girir, deyir, hə anar, hər şey success-dir. Cavab oldu true. Bir dənəsini dəyişsəm, başqa bir şey yazsam, təzədən run etsəm. Çünki deyir, anar, yox. Bir dənə success-im var, 2 dənə, amma biri bilmir nədir. Avtomatikmən içəridə bir dənə sızma varsa, avtomatik false alırsan. Okay, və ya da bunu dəyişə bilərsən. Sən fail verə bilərsən. Mənası nədir? Həm dəqiqə. Lambda şəhəsi. Məndə qırmızı oldu, düzəltdim onu. Bu birim özü da okeydir. Mənası nədir? Okey saydı. Mənasını izah edirəm bax. Bunları bağlayıram. Düzdürmü?
Düşürəm aşağı. Bizim nəyimiz var idi bayaq izah elədim. Merchant var. Merchant bərabər new merchant. Düzdür. İndi mən merchantın içində nə var? ID name var. Mən merchantın içindəki bu ID name'i görmək üçün nə etməliyəm? Obyektin yaratmalıyam bir dərd. Okay. Təzədən bunun içinə girib nöqtə verməliyəm ki, görüm ID-ləri. Get ID var. Get ID, get name. 2 sətr uzun kod yazdım. Amma lambda streamdə, bax, burada. Daha sadə misalla bunda. Amma bunda mən nə etdim? Stream eləyəndə bir dənə x/x yazanda bir dənə bu lambda stream var. Bunun adı lambdadır. Bu bəs elədi ki, mən nöqtə verəndə görsən transaction için görə bilim. Gördün, avtomatik mən x yazında qabağına kölgə transaction atdı. Çünki nəyə görə? O hardan təyin edir? O sual verə bilərsiniz. List.stream verirsinizsə, əgər listin tipi nədirsə, lambda işlədəndə həmin tipi geriyə qaytarır. Mənim bu dəqiqə listimin tipi nədir? Çıxıram yuxarı, transaction'dır. Deməli, sən listin stream eləyəndə onun içində lambda yazsan, o sənə nöqtə verəndə get eləyəndə nəyə qaytaracaq? Transaction için qaytaracaq. Mən bir dənə bunu dəyişirəm, merchant eləyirəm, bax, heç nə yox, merchant. İndi gəlirəm bura. Merchant eləyəndə görsən, merchantın içinə alıram, get name, get ID. Aydın oldu. Bu lambda. Deyir ki, sən yuxarı nə vermirsən? Mən onun içindəki dataları sənə gətirəcəm. Get name, get ID. Bir dənə bunu dəyişib transaction eləyəndə avtomatik get amount, get merchant dedi, get ID oldu. Görürüz, dəyişdi hamısı. Listin içindəki fieldləri birbaşa gətirmək üçün bir də düz başa düşdüm. Yes, listin içindəki fieldləri listin yox, obyektin içindəki fieldləri birbaşa gətirmək üçündür. Dolayı yolda listin içindəki obyektləri birbaşa gətirmək üçündür. Okay. Listin içindəkilər obyektin öz içindəkilər fieldlərdir bunlar. Okay. Bunda qaytaraq öz old version'a comment. Bir dənə də hələ var, arxası var da bunun. Success'i də yoxladıq. İndi gəlirik nəyə? Streamlərə. Streamlərə baxaq ki, görək bizdə burada maraqlı nələr var. Okay. Streamlərə gələcəm. İndi burada mən nələri gətirəcəm dataları. Görək burada nə məntiqləri var. Okay, success'lərin ID-si və s. və s. Burada ucu fərq nədədir? Mapdədir. Baxın. Bunu götürürəm. Bunun adı nədir? Stream and map. Map zaten streamin içində gəlir. Okay. Düşürəm aşağı. Mən deyirəm list nöqtə stream yenə. Düşürəm aşağı. Deyirəm burada nə? Bayaq nə ilə success yoxlayırdıq biz. Success hara getdi? All match deyil, əslində filtrlə yoxlamaq olar burada. Yes, filtrlə. Filter C nöqtə get status nöqtə equals nəyə? Success. Deyirəm equals statuslara success olanların ID-lərini deyirəm gətir. Deyək ki, bu status success-i bir də bu faildir. ID-ləri nədir? T1, T3. Deyəcəm, bunları get nəyinə? Map elə. Nəyi gətir? T. Aslında bu çox uzun yazdı. Transaction birbaşa içindən gətirəcəm. Onu da sizə izah edeyim, gəlin bu dərs. Bu mənası nədir? Mən deyirəm, get success olanların ID-sini gətir. Yəni, bu ID-lərini gətir. Onu necə gətirəcəm? Birbaşa yazıram bura nə? Transaction get ID. Bu transaction böyük hərflə yazanda 2 nöqtə qoyanda avtomatik olaraq həmin obyektin içinə girmiş olursunuz. 1 qoyanda sintaks olaraq tanımır. Amma 2 qoyanda içine girib görürüz ID amount. Mən deyirəm ki, ID-sini gətir. Və sonra deyirəm ki, klasik olaraq to list bağladım. Geriyə nə qaytarır? Bir dənə var yazıram, nöqtə. Aldım datanı. Okay. Düşürəm bura for. Bu qədər. Bir dənə run deyəcəm. Run. T1, T3'ü gətirdi. Niyə? Mən dedim ki, hansılar ki success'dir. T1
successdir. T3 success. Mən birinci filtr elədim ki, successləri gətir və dedim ki, hansı successləri olan ID-ləri gətir. Hansı ID-lər ki, success statusunda onları gətir. Amma siz bura get ID yox, get amount yaza bilərsiniz ya da merchant ID. Məsələn, bura get nə versəz, status versəz, nəyi gətirəcək? Success statuslarını birbaşa özünü gətirəcək. Success. Yox, bura nə bilim, get amount versəz, sizə gətirəcək 50 bir də 300-ü. Nə etdi burada? Amount orucu double ilə gedir. Ona görə bura nə yazıram? Double. To list, bunu da deyirəm double. İndi sizə gətirəcək nəyi? 50 ilə 300-ü. Bir dənə round verək. Okay. 50 bir də 300 successləri gətirir. Okay. Aydın oldu ümumiyyətlə burada bir təsəvvür yarandı sizdə stringlərin tam olaraq əsas rolu bizdə nə oldu? Xanım. Bu map neyədir? Map neyədir? Hə, map. Hər kodu çünki sizdən söz keçirmək dəyişir. Aha. Yazmıyoruz. Sıra ardılığına gəlir. Ondan sonra da oraya map nə olur orada? Burada map nə oldu? O filtr odur ki, yoxladıq successləri. Map odur ki, məsələn mən uğurları tapdım. Map odur ki, anar uğurları tapdım. Mənim maplə onu. Nəyə məsələn ID uğurların ID-sini gətir. Map nə deməkdir? Yəni shiflə bağla bir-birinə. Məsələn uğurları tapdın successlər. Deyirəm ki, hansı success varsa, o successin özünü yox, hansı ID-yə bağlıdır, o ID map ilə ID-nin özünü gətir mənə. Bax məsələn burada deyək ki, success budur. Deyirəm onun özünü vermə, mənə get T1-in gətir. Bu nə vaxt istifadə edə bilərik? Bir dənə sual verə bilərsiniz. Məsələn siz datalarla işləyirsiniz. Düzdür? Beşdə görə bilərik. İşlər tamam. Telebus deyil. Sən bir dəqiqə eləyək. Bir dənə bunu izah eləyim, break eləyək. Zemoy rəyən. Bircə dəqiqə çıxırıq sən. Baxın məsələn burada nə vaxt siz amount və yaxud da ki get ID gətirirsiniz, nə vaxt lazım olur deyim praktik olaraq. Siz taskınız var, düzdür, işləyirsiniz. Sizə bunlara görə işləmək lazım deyil. Bu nə vaxt lazım olur? Siz gələcəkdə 2 dənə app yazacaqsınız. 2 dənə ayrı-ayrı applər. Birini sən yazacaqsan, məsələn, Rəxam siz yazdınız. Birini də getdi Zeynal yazdı ya da Məhəmməd. Zeynal ayrı bir komandanın işçisidir, sən ayrı komandanın işçisiz. Siz yazandan sonra Zeynal sizə deyəcək ki, mən sizə statuslarla göndərmirəm response cavabları. Mən sizə birbaşa ID-ləri göndərirəm. Siz şu kodunuzu Zeynalın göndərdiyi responsa uyğun yazmalısınız. Çünki sən nə qədər desən ki, mən status götürürəm, Zeynal deyəcək, mən ID göndərirəm. Avtomatik nə olacaq? İşləməyəcək. Ona görə Zeynal məsələn deyəcək ki, ID göndərirəm mən sənə. Avtomatik olaraq siz success-ə görə tapıb, həmin success-in nə edirsiniz? Get ID-sini gətirirsiniz içəridən. Sonra da bunları double edirsiniz. Onunla da hər iki tərəf xoşbəxt olur. Onunla da bitir. Okay. Nə deyir bu? Getdi indi yenə işte. Başımı xarab edəcək. Okay, double stream nə deyir bu bizə? Variable stream to double. Biz harası mənim beynim uçdu. Double'lar şey olarak forest şimdi qəbul edilmiş. ID tipi nədir ki? ID string də, okay. String, ID stringdir. Deməli bunlarda okay, şər. Yəni Zeynal burada klientdir, siz əsas developersınız deyək ki. Zeynal nə tipdə göndərirsinizsə, Zeynal həmin nə tipdə göndərirsiniz, həmin tipdə qəbul etməlisiniz. Çünki ID məsələn simple, Zeynal double göndərirsiniz, string qəbul etsəniz, partlayacaq. Ona görə bizdə bunlar maplər lazım olur tam olaraq. Datanı əsas credential alırsınız, amma onu mapliyi bilirsiniz ki, sizə nə lazım, tip lazımsa onu mapliyirsiniz. Bu qədər. Səhi çıxa bilərik. Okay. Fasiləyə çıxmaq olmaz. Forest'e başka şey olarak, mesela turist yazıyor orada. Biz liste sağlıkta yönünde. Turist yazmada bir başka forest için işletme